Bayrak bugün Qədir gecəsidir. Allah bütün oruçlarınızı, namazlarınızı, dualarınızı qəbul etsin. Amin inşallah müəllimə. Sizin də bütün ibadətlərinizi Allah qəbul eləsin inşallah. Bütün istəklərinizi yerinə yetirsin inşallah. Neçə gözəl həm bayramlara, həm Ramazanlara çıxaq inşallah. Qarşıdan da Ramazan bayramımız gəlir. O da mübarək olsun. İlaxır çərşənbə, yəni ki, yel çərşənbəsi, torpaq yox, yel çərşənbəsi gəlir. Onu da ürəkdən təbrik edirəm sizi və izləyicilərimizi neçə gözəl bayramlara, 2 bayram bir arada. Ondan sonra da Noruz bayramı gəlir. Düzdür, Noruz bayramında biz artıq Markol təlimini yekunlaşdırırıq deyə mən indidən təbrik eləmək istədim bütün bayramları. Çox sağ olun müəllimə. Təşəkkür edirik. Sağ olun. Biz də sizi təbrik edirik. Çox sağ olun, mən də təşəkkür edirəm. Əsas da ona görə təşəkkür edirəm ki, vaxtınızı ayırdınız bu 16 təlimi, 16 dərsə qoşuldunuz, 2 saat olmaqla bu təlimdə iştirak etdiniz. Bütün təlimlərdə də ilk məsuliyyətli iştirakçı olaraq siz və bir neçə iştirakçımızla bu məsuliyyətli şəkildə təlimlərimizi başa vurduq inşallah. Çox sağ olun. Sizinlə birlikdə dərs keçmək çox gözəl idi. Çox təşəkkür eləyirəm və sizin də bu marka ol təlimindən sonra öz markanızı yaratmağınız, öz akademiyanızı yaratmaq böyük bir irəliləyişdir, böyük bir məsuliyyətli bir cəsarətli addımdır. İnşallah daha gözəl, daha belə məşhurlaşmış markaya çevrilmək ümidi ilə. İnşallah. Çox sağ olun. Təşəkkür edirəm müəllimə sayənizdə. Çox sağ olun, mən təşəkkür edirəm. Belə deyim, irəliləyişə bilmədiklərinizi öyrətmək, bilmədiklərinizin yolunu göstərmək, amma onu praktikaya çevirib, cəsarətə çevirmək də sizin praktikaya çevirmək də sizin cəsarətinizdir. Çox sağ olun müəllimə. Təşəkkür edirəm. Buyurun, mən təşəkkür edirəm. Biz keçən dəfə 15-ci dərsimizi keçmişdik. Vaxtımız limitli olduğu üçün Zoom linkinin limiti bitdiyi üçün 2 hissəli keçdik. Keçən 14-cü dərsimizdə mən demişdim ki, 2 hissəli olacaq 15-ci dərsimiz. Biz 15-ci dərsə birinci hissədə nələri keçdik? Marka olmaq barədə xəritə, yol xəritəsini keçdik. 10 hissə, 10-12 hissəli bir yol xəritəmiz var idi. O 12 hissənin 3 xəttini, 3 hissəsini keçdik, 3 yolunu keçdik, digərləri qaldı. 4-cü yolumuz da qaldı. Biz istəyirsiniz o ilk yolları mən xatırlatma edeyim. Ondan sonra davamını keçək. Aha. İlk xəritədə nə lazımdır? Birinci dəyərlərin mənşəyi, iç dünyadan başlayan səyahət. İlk qaydamız odur. O da yəni ki, məsəl üçün uşaqlıqda nə yaşamısınızsa, uşaqlıqda nə insanlar yaşayıbsa, ondan peşəsini, ixtisasını seçirlər, sahəsini seçirlər. Yəni ki, məsəl üçün uşaq vaxtı psixoloji olaraq, şüuraltı olaraq ədalətsiz yaşayanlar, ədaləti, yəni ki, savcıdır, hakimdir, vəkildir, hüquqşünas işçisi olurlar, hüquq işçisi olurlar. Məsəl üçün, uşaqlıqda fikirləri dinlənən, qulaq asılan və yaxud da onu dəstəkləyən biriləri olduqda və yaxud da heyvan sevgisi ilə böyüyən uşaqlarda empati dəyəri yüksəlir və onlar da daha çox koçluq, coachinglə məşğul olurlar. Yəni ki, psixolog, coaching, o sahələrlə, yəni ki, şəxsi inkişaf sahələri ilə məşğul olurlar. Yəni ki, uşaqlıqda nə yaşayıblarsa, məsəl üçün, uşaqlıqda yanında çox xəstələnən insanlar böyüdükdə həkim olurlar və yaxud da valideynləri çox sevdiyi bir insan xəstələndikdə ona artıq yardım etmək məqsədi ilə düşünürlər ki, mən böyüyəndə həkim olacam və diş həkimi və yaxud da uşaq həkimi və yaxud da hər hansısa indi həkimlik sahəsinin bütün sahələri ola bilər, bütün növləri ola bilər, cərrah ola bilər. Ondan sonra digər həkimlik ola bilər, diş həkimi ola bilər, yenə də dediyim kimi. İndi baxır o uşaqlıqda yaşadığı, şüuraltı olaraq yaşadığı hisslərə.
duyğuların bədən dilində özünü göstərməsinə. Ondan sonra dəyərlər illərlə formalaşır və sizin brendinizə çevrilir. Birinci ixtisasınıza, sahənizə çevrilir. Ondan sonra brendinizə çevrilir və mən yenə də deyirəm, siz ixtisasınızı seçdiyiniz ixtisası sevərək seçin ki, onu ondan sonra gələcəkdə artıq o işdən zövq alasınız, işi gördükdə belə enerji alasınız. Yoxsa sevilmədən seçilən işlər bir müddət sonra insanı yorur və ondan canını qurtarmağa çalışır və sahəsini dəyişir. Və yenə də deyirəm, siz əgər sahənizi dəyişmək istəsəniz belə, yaxın sahələrə dəyişin. Yəni dəyişməyiniz tövsiyə olunur. Məsəl üçün, yeni biliklər öyrənmək istəyirsinizsə, mənim ixtisasım sosiologiyadır. Mən özümdən nümunə gətirmək istəyirəm. İxtisasım sosiologiyadır deyə sosiologiyanın içində keçilən ixtisasları mən yeni biliklərə o sahələri öyrənirəm. Məsəl üçün, psixologiyadır, sosiolojinin ən təməl ilkin, yəni ki, bel sümüyündən biridir. Əsas aparıcısı psixologiyadır. Ondan sonra bədən dili, şəxsi inkişaf, natiqlik filan. TOT-dur, coachinglikdir. Onların hamısı psixologiyanın alt qollarıdır, alt hissələridir, təbəqələridir, belə deyim. Deyə artıq öyrənmək çətin gəlmir və sevərək öyrənə bilirsiniz. Öyrənə bilirəm daha doğrusu, ilk özümü deyim. Ondan sonra məsələn insan resurslarıdır. Bizdə sosiologiyada hüquq keçilir deyə insan resursları mənə heç bir çətinliyi gəlmir. Sadəcə biraz dil və qayda fərqlilikləri, yəni qanun fərqlilikləri var, amma məcəllədir, belə deyim. Yəni konstitusiya fərqləri var deyə birazcık, yəni azacıq fərqləri var deyə o biraz qarışıq gəlir. Yəni məsələn bu maddədə bizdə başqa, bu maddənin filanıncı bəndində bizdə başqa şeydir. Türkiyədə onun 2 maddə aşağısında verilir. Yəni standart olaraq oxşardır, amma sadəcə yerləri dəyişikdir. Yəni məsələn A variantı testlə B variantı testdə sualların yerləri dəyişik olur, amma suallar və cavablar çoxsunda eyni olduğu kimi bizdə də o konstitusiyalar biraz yerləri dəyişik olmaqla eynidir. Düzdür, ölkə daxili qanunlar da var, amma əsas qanunlar bütün dünya üzərində beynəlxalq olaraq eyni götürülür. Yəni ki, öyrəndikdə siz, mən məsəl üçün bundan sonra artıq riyazi elmlərlə riyazi işlərə yəni gedə bilərəm. Sadəcə necə deyim, biraz həm çox vaxt aparacaq, həm də insanı çox yorur. Yəni sahəsini tamam sıfırdan dəyişmək artıq yorur. Məsəl üçün mən turizmi də seçə bilərdim. Yəni əlavə bilik olaraq sosiologiyadan sonra kurs olaraq onu da öyrənə bilərdim. Çünki o sosiolojinin içində turizmlə bağlı biraz məlumat verilir. Tam turizm keçilmir, yəni bizdə keçilmir. Necə ki hüquqdan bir il keçilir, sonra kompüter təməl bilgidir, informatika ondan keçilir, ondan sonra istatistik, iqtisadiyyat keçildiyi kimi turizmlə də bir hissə keçilir, amma dərin keçilmir, sadəcə mövzunun içində keçildiyi üçün onu da seçmək olar. Əlavə, inşallah fikrimdə var, onu da özüm sınaqdan keçirib, özüm onun təlimində iştirak eləyib və sizlə onu ödənişsiz şəkildə daha səmərəli olsun deyə sizlə bölüşmək fikrim var. Amma ona hələ ki vaxt çatdıra bilmirəm. Düzün açığın deyim, dürüstlük, şəffaflıq gözəl şeydir deyə açığın deyim, vaxt çatdıra bilmirəm ona. İnşallah onu da öyrənəsi olsam sizə bildirərəm. Yəni mən bundan sonra istatistik fənlərin, iqtisad fənlərinə geçsəm, həm vaxtım çox uzanacaq, həm də ki onu öyrənmək yorucu olacaq. Yəni biri var sıfırdan tamam fərqli sahəni öyrənmək, biri də var ki olduğun sahəni daha inkişaf etdirmək və olduğun sahəyə yaxın sahələri öyrənmək.
SMM-dir. SMM-dir, yəni marka yaratmaq da mən sırf Ener Akademiyaya görə seçdim. Yəni mən hər hansısa ayrı bir yerdə işləsəydim, məsələn, bir təlim kursunda psixoloq kimi işləsəydim mən və Ener Akademini yaratmasaydım, mən marka yaratmaq təliminə qoşulmayacaqdım. Yəni onu mən sırf Ener Akademiyaya görə fərqli ixtisas seçmişəm və siz də seçəcəyiniz ixtisasa bir məqsədiniz olmalıdır. Ya sevərək eləməlisiniz onu, ya da ki keçdiyiniz, yaratdığınız bir işə uyğun olmalıdır. Məsəl üçün, bu marka yaratmaq turizmlə məşğul olanlar yarada bilər. Çünki hər turizm bir marka deməkdir. Hər turizm şirkəti, belə deyim, marka yaratmaq deməkdir deyə ən əsas SMM və marka ol təlimi onlar üçün vacibdir. Yəni istəyir xaricə turizmlə, yəni gəzinti şirkətləri olsun, istəyir təhsil şirkəti olsun, yəni hər biri ayrıca öz brendini, öz markasını yaradacaq deyə onlara da lazımdır. Yəni ki, siz seçərkən öz ixtisasınıza, öz sahənizə uyğun dəyişikliklər edin və sevərək edin onu. Ondan sonra və ən əsas qayda burada nə idi? Marka sahibinin ruhunun davamıdır. Yəni ki, sizin ruhunuzda dürüstlük varsa, brendin şəffaf olacaq, brendiniz. Dürüstlük və şəffaflıq, sevgi varsa, istilik yayacaq. Yəni doğmalıq, istilik deyəndə doğmalıq deyirəm. Sonra məqsədiniz varsa, brendin dəyərlərlə nəfəs alacaq. Yəni ki, sizin özünüzə aid dəyərləriniz olacaq. Sizin özünüzə aid bir qırmızı xəttiniz olacaq, bir markanızın kimliyi olacaq. Çünki sizin kimliyin, belə deyim, mini forması, balaca forması da artıq brendinizin kimliyi deməkdir. Yəni ki, belə düşünün, sizin, belə deyim, uşağınız var. Siz necəsinizsə, uşağınız da sizə baxıb sizin kimi olacaq. Yəni, siz nə tərbiyə versəz, siz onu necə böyütsəniz, o da artıq ona uyğun o da davranış göstərəcək və ona uyğunlaşacaq. Amma belə deyim, indi markanızda o cürdür, deyəcəksiniz markanın ona nə aidiyyatı var? O aidiyyatı var ki, siz onunla necə davransanız, siz insanlarla necə davransanız, o da bir güzgü kimi onu əks elətdirəcək insanlara. Yəni ki, özünüz insanlarla, həyatda insanlarla və özünüzlə necə davranırsınızsa, markanızda o cür davranacaq. Ondan sonra ikinci yol xəritəmizin ikinci qaydası nədir? Dəyərlərin gündəlik davranışa çevrilməsi. Yəni ki, bu da o deməkdir ki, çox markaların dəyərləri sadəcə veb saytda yazılan cümlələr kimi görür, yəni bəzi marka sahibləri, amma əsl dəyərlər sözlərdə yox, davranışlarda görünür. Məsəl üçün, etibar dəyəri varsa müştəriyə verdiyin vədi yerinə yetirsən. Yəni ki, məsəl üçün, SMM-lə sosial mediada SMM-lər və yaxud da marka sahibləri yazanda məlumat yerinə, bio yerinə kiçik hekayələr yazdıqda deyə mən güvənilirəm, filanam, indi özünə uyğun öz hekayəsini qısa olaraq yazır ki, mənim markam budur, filan, indi bəzi nümunələr çəkmək olmur, yenə də deyirəm. Onun üçün artıq yazanda sadəcə orada qalır, çoxsu ona uyğunlaşmır deyə. Yəni, düzdür, mən eləsin görməmişəm, amma bütün dünya üzərində hər kəs dediyini etmir. Çox insanlar dediyini etmir deyə mən onu qeyd etmək istədim orada. Yəni ki, dediyinizi mütləq həyatda etməyə çalışın. Gündəlik həyatınıza gətirməyə çalışın. Yəni, həmişə müdür kimi davranın demirəm, həmişə bir marka sahibi kimi küçədə gəzin demirəm. Sadəcə müştərilər sizi seçib gələn zaman, alış-veriş edən zaman mütləq bu qaydaları onlarda tətbiq etməlisiniz. Ondan sonra etibar dəyəri varsa müştəriyə verdiyiniz dəyəri yerinə yetirirsiniz. Sizin üçün güvən vacibdirsə,
verdiyiniz sözləri yerinə gətirirsiniz. Ondan sonra şəffaflıq dəyəriniz varsa, problemləri gizlətmirsiniz, açıq şəkildə danışırsınız. Məsəl üçün bir işdə problem çıxırsa, müdiriyyət onu gizlətməməlidir, insanlarla, işçilərlə bölüşməlidir. Amma hər şeydə, belə deyim, hər şeydə onlara deməməlidir. Yəni ki, məsəl üçün maaşlar ləngiyirsə, bir həftə, 2 həftə, gəlib deməlidir ki, sizin maaşlarınız bir həftə, 2 həftə və yaxud bir ay ləngiyir. Niyəsi? Səbəbi də çünki ləngiməyin nəticəsidir, səbəbi də niyə ləngidiyidir. Məsəl üçün, ya gözlədiyimiz toplu ödəniş olunmuyor və yaxud da iş az gedib, alış-veriş az olub deyə, büdcəyə az ödəniş olunub deyə ödənişləriniz gəlib çıxmayıb və yaxud da indi hər hansısa bir səbəb və yaxud da ortaq olduğum o biri insan o öz ödənişini, öz hissəsinin ödənişini verməyib deyə, yəni maaşlar bölünə bilməyib. Və mənim fikrimcə, mənim tövsiyəm, hisslərimcə belə deyim, maaşları verərkən yarı-yarı bölməyin. Yəni ki, yarı-yarı deyəndə 20 nəfər işləyirsə, onun birinci verib, onun sonradan vermək düzgün deyil. Amma xanımlar varsa və evli uşaqlı xanımlar varsa, onlara vermək olar, onlar istisnasızdır. Amma belə tələbə deyilsə, evli uşaqlı deyilsə, hamının və ancaq hamısı xanımlardırsa, hamının maaşını, çünki aralarında bir rəqabət, bir qısqanclıq hissi yaranacaq ki, onun maaşını məndən əvvəl verdilər, mənim kimi bir ay ləngitdilər, onu niyə tez verdilər, mən niyə gec verdilər. Artıq o işdə söz-söhbət yaradıb biraz ara dəyəcək, həm müdiriyyətlə, həm digər işçilərlə ara dəyəcək və narazılığa səbəb olacaq. O da sırası iş performansını düşürdəcək, yəni ki, iş ləngiyəcək, necə deyim, yəni həvəssiz işləyəcəklər, o da artıq işin gedişatına mane olacaq deyə. Mənim fikrimcə, dediyim şərtlər yoxdur, tələbə deyilsə, evli uşaqlı deyilsə və hamısı xanımlardırsa, yenə də deyirəm, onda artıq maaşı bölmək yaxşı alınmaz. Amma yox, 50% xanım, 50% bəydirsə və yenə də tələbə deyil, evli uşaqlı deyilsə, birinci xanımların maaşı verilməlidir. Çünki yenə də deyirəm, xanımlarda daha çox, belə deyim, xərclər var. Evli olmasa da, tələbə olmasa da, o da öz valideynlərini, ailəsini aparır deyə ondan gözlənti var, ona görə. Bəylərdə, yəni, daha çox o qədər də gözlənti olmur. Yəni, ləngiyəndə bir problem olmur. Amma xanımlarda ləngiyəndə artıq problem yaranır. Yəni, bu qaydalara mənim fikrimcə uyğunlaşılsa daha gözəl olar. Çünki bu insan resurslarının işidir. Onu, belə deyim, menecerlərin, insan resurslarının, sonra rəhbərliklərin işidir. Müdiriyyət yox, rəhbərliklərin müdiriyyətdən bir tık aşağı sahənin işləridir bunlar. Amma yenə də onu düzgün elə bölünməlidir ki, düzgün bölünməlidir ki, söz-söhbətə narazılığa səbəb olmasın. Ondan sonra mən kiçik haşiyələrə çıxmağı sevirəm, çünki təlim bitdikdən sonra 10 deyəndə artıq həm mövzudan çox keçmiş olur, həm insanlar unudur, həm də ki, mən bu qədər materiallar dedikdən sonra mən də unuduram təbii olaraq. Hissələr qarışmasın deyə elə anında deyirəm. Mükəmməllik hissi dediyim, insan yönümlülük, yəni insan tərəfindən insanları düşünürsünüzsə, hər qərarın mərkəzində insanlar dayanır. Yəni ki, həmişə insanları düşünərək qərar verirsiniz. Məsələn, qiymət qoyanda insanları düşünürsünüz, sonra qiymət aşağı yendirəndə, qiymət qaldıranda təzə bir şeylər gətirib təqdim eləyəndə insanlara, yəni insanların zövqünə və
necə deyim, gündəmin yox, insanların zövqünə və auditoriyanın sizi seçən auditoriyanın zövqünə uyğun olaraq bir o əşyalar gətirməlisiniz, belə deyim. Ondan sonra mən belə qısa-qısa deyirəm, keçən dərs izah etmişdim deyə dərinləməsini izah etmirəm, sadəcə qısa-qısa deyirəm ki, o birinə də vaxtımız qalsın. Dəyərlər yalnız bəyənilən sözlər deyil, onlar da davranışın ölçüsüdür. Əgər dəyərlər həyatına və işinə inteqrasiya olmayıbsa, onlar sadəcə kağızda qalacaq. Dəyərlərlə qurulan etibar. İnsanlar markalara pul ödəyir, amma dəyərlərə inanır. Müştəri bir dəfə səni seçə bilər, amma səni uzun müddətli sevməsi üçün sənin dəyərlərinə bağlanmalıdır. Yəni ki, sənin öz içində nə qanunların, qaydaların varsa, onu markana tətbiq edə bilirsənsə, o insanda artıq o qaydalara özündə güzgü əksi hiss elətdirib, güzgü əksi yaradıb, onu artıq necə deyim, özündə tətbiq edəndə artıq o insanlar sizi daha çox seçəcək. Çünki dəyərlər bir növ emosional müqavilədir. Sən söz verməsən də sənin davranışların müştəriyə mən sənə dürüst yanaşacağam mesajını verəcək. Yəni ki, keçmişdə söz sənətdir deyilən bir söz var idi. Yəni yazılı, çox vaxt yazılı olmurdu. Bir kəlmə ağızdan çıxırdı, artıq onu qanun kimi qəbul eləyib, onu artıq necə deyim, inanırdılar həmin insana. Ondan sonra Apple markası yaradıcılıq və sadəlik dəyərləri ilə fərqlənir. Onlar heç vaxt texnologiya satmayıblar, yaradıcılığın azadlığını satıblar. Cola sevinç və birlik dəyərləri ilə, Nike isə öz gücünü aş fəlsəfəsi ilə insanlara toxunub. Yenə də deyirəm, bəzi markalar özlərinə nümunə çəkməyə qadağa qoyub deyə və hətta ondan təzminat, yəni müəlliflik haqqı səbəbi ilə onun reklamını edilməyinə görə, yəni onun adından istifadə olunub, reklam olunması, nümunə çəkilməyindən cərimə edir. Yəni həmin insanı məhkəməyə verir və cərimə edir və hətta təzminat da alır. Özdə yəni böyük miqdarda təzminat alır. Marka dedikdə hər halda 5-10 mindən söhbət gedə bilməz. Marka dedikdə, hətta bunlar qədər məşhur markalar dedikdə, yəni böyük bir məbləğdən söhbət gedir. Ona görə mən çox necə deyim, başqa markalardan istifadə edə bilmirəm. Başqa markaların nümunələrindən, adlarından istifadə edə bilmirəm. Ondan sonra bu markaların uğuru məhsulda deyil, dəyərlərinin enerjisindədir. Yəni ki, bu markalar uğurlarını sadəcə keyfiyyətli əşya satdılar, keyfiyyətli aksesuar satdılar, telefon satdılar, içəcək satdılar deyə yox. Qoyduqları dəyərlərdə qanunlarla, qaydalardan öz necə deyim, öz duyğuları ilə, öz enerjiləri ilə bir markaya çevriliblər. Ondan sonra 4-cü dərsimiz var, dəyərlər və emosiyalar. Mən bircə saniyə kameranı və səsi bağlamalı olacağam. Amma yenə gedəcək. Təlimin PDF-i burada qalacaq. Aha, əziz izləyicilər, yenidən qayıtdım. Kameranı bağlamalı oldum bir müddətlik. Səsi də bağlamalı oldum, üzrlü hesab edin. Dəyərlər və emosional bağ. 4-cü xəritəmizin 4-cü yolu, 4-cü variantı. Psixoloji olaraq insan beyni məhsuldan çox emosiyalara bağlanır. Yəni ki, siz nə duyğu ötürsəniz insanlara, oradan nə enerji alsalar, sizin və markanızın aurası necə olsa, bir saniyə dostlar, Zoom-da yenə nəsə deyir. Bir saniyə.
Aha, Zoom-u düzəltdim. Güncəllənib deyə biraz qəribə yazılar çıxır. Amma düzəltdim. Ümid edirəm ki, artıq yayınımız kəsilməz bitənə qədər. Hə, yəni siz necə aurada olsa, siz insanlara hansı auranı ötürsəz, markanız hansı aurada olsa, hansı enerjide olsa, insanlar da avtomatik olaraq sizin markanızı və brendinizi seçəcəklər. Yəni ki, siz həmin gün əsəbi olsanız, artıq sizi seçən insanlar da gəlib enerjiləri dəyişəcək, belə deyim. Məsələn, onlar əsəbi olsalar və yaxud da nəsə yorğun olsalar, sizin artıq markanızı, biznesinizi seçəndə artıq dəyişməlidir. Mənfidən müsbətə artıq dəyişilməlidir və o dəyişimdə mənfidən müsbətə olmalıdır. Müsbət aura ilə gəlib mənfi enerji ilə qayıtmaları o artıq düzgün bir şey deyil və o cürdə olsa artıq insanlar bir daha sizi seçməyəcəklər ki, yəni mən bura gələndə daha da yoruluramsa, daha da necə deyim, enerjim dəyişirsə mən buranı seçməyəcəm. Yəni siz həmin gün necə olsanız, markanız necə olsa, markanız və məhsullarınız hansı enerji ilə düzəldilmiş olsa, artıq o insanlar o enerjini alacaqlar. Məsəl üçün, indi bir çox sahə var, həmin brendinizin içində olan məhsullar, ya təlim olsun, ya psixoloji paylaşımlar olsun, ya coachinglər olsun, ya yenə də deyirəm, turizm işçiləri olsun, turizm sahəsi olsun. Yəni nə məhsul tanıdırsınızsa markanızda, brendinizdə, həmin o obyektdə nə tanıdırsınızsa, onu hansı enerji ilə düzsəniz, hansı enerji ilə aktivləşdirsəniz, insanlar da o enerjini artıq hiss edəcəklər. Yəni ona görə hansı enerjili insanların sizi görməyini istəyirsinizsə, o enerji ilə insanlara yanaşın. Bir brend bizə dəyər hissi yaşadırsa, onu özümüzdən biri kimi qəbul edirik. Yəni ki, məsəl üçün bir geyim mağazası yalnız geyim satmır, özünü ifadə etmə hissi satır. Yəni ki, bir insan məsəl üçün qırmızı rəngli geyim, bordo rəngi seçirsə, tək ilin rəngi deyə həmin rəngi seçmir. Yəni hisslərini ifadə edir deyə, ondan sonra gözəl göstərir deyə, sonra gənc göstərir deyə. Yəni ki, həmin rəngi seçərkən, məsələn, ağ seçənlər daha ağ geyimi seçənlər, məsəl üçün, aristokratlıq sevir deyə ağ rəngli geyimləri seçirlər. Ondan sonra qara geyim seçmək həm arıq göstərir deyə seçirlər, həm də ciddilik göstərir deyə qara rəngi seçirlər. Ondan sonra kostyum geyinənlər, hansı rəng indi özü seçə bilər, kostyum geyinənlər, yəni ciddilik, belə aristokratlıq, ondan sonra rəsmi iş yerinin işçisi kimi görünsün deyə kostyum geyinirlər. Bəzi iş yerləri ağ köynək, qara yufqa tələb edir, çünki yəni klassik görünsün deyə, klassik iş mühiti tərzində görünsün deyə ağ köynək, qara yufqa tələb edirlər. İndi forma geyinənləri, forma geyindirdirən yerləri demirəm, amma forma geyinilməyən yerlərdə ağ kofta, qara yufqa və yaxud da şalvar geyindirirlər. Və bu ətəyin boyuna da, yufqa deyəndə, yəni ətəy deyirəm, ətəyin boyuna da fikir verirlər, fikir verilməlidir rəsmi iş yerlərində və bütün iş yerlərində. Hətta rəsmi iş yerlərində ətəyin boyu qısa olarsa, dizdən hündür, dizdən yuxarıda olarsa, artıq cərimələr tətbiq olunur. Cərimə ya maaşından kəsilir, ya da ki, maaşından əlavə daha çox cərimə tələb olunur. Məktəblərdə və universitetlərdə də o cürdür. Yəni geniş və uzun
Yəni ki, xüsusi geyim tərzi var, belə deyim. Hər bir yerin xüsusi geyim tərzi olduğu kimi məktəblərində, universitetlərində xüsusi geyim tərzi var. İndi müəllimlər daha yaxşı bilər, hocalar daha yaxşı bilər məktəblərin və universitetlərin hansının geyim tərzi necədir. Amma istəsəniz bir gün onu da araşdırıb sizə təqdim edərəm. Yəni, məsəl üçün çəhrayı rəngi seçənlər, o pəmbə, Türkiyənin pəmbə dediyi çox çəhrayı var, bir də açıq çəhrayı var. Yəni, bizdə şaftalı çiçəyi deyirlər, o Türkiyədə dəsən toz pəmbə deyirdilər. Dəqiq bilmirəm, amma açıq çəhrayı, bizdə şaftalı çiçəyidir, amma Türkiyədə bilmirəm nədir, o yadımdan çıxıb. Pudra pəmbə deyirlər, toz pəmbə onu deyirəm, pudra pəmbə. Ondan sonra o rəngi indi burada bilmirəm sizə necə göstərim. Təxmini bunun kimi toz pəmbə, pudra pəmbə dediyim bu rəngdir. İndi bilmirəm görürsüz ya yox. O yuxarıda muncuqlu olan tərpədirəm bu. Bax bunun burası kimi. Bu hissə kimi olan rənglər. Bu rəng açıq çəhrayıdır. Yəni bizim şaftalı çiçəyi dediyimiz və Türkiyənin pudra pəmbə, toz pəmbə dediyi rəng budur. Və fuşya olan çəhrayıda moruğu rəng kimidir. Moruq rəngdir, yəni tərcüməsi. Yəni o rəngi seçənlər belə daha şirin, daha belə minyon yox, minyon qısadır, minnoş, yəni sevimli görünsün, daha belə şirin görünsün deyə o rəngi seçirlər və onu seçənlər göy qurşağını sevənlər kimi bir şeydir. Yəni ki, o rəngin belə necə deyim, öz ruhuna uyğunluğu var. Yəni biraz məsum, sonra biraz uşaqsı ruhla əlaqəlidir. Yəni o uşaqsı deyəndə yaş məsələsini demirəm, hər yaşda seçə bilərlər o çəhrayının bütün formaların. Məsəl üçün biraz yaşı böyük olduqda o çəhrayını göstərmədən seçə bilərlər. Məsəl üçün sep kimi taxıb koftanın altında qoya bilərlər və yaxud da qolbaq kimi taxıb görünməyən yerdə saxlaya bilərlər. Yəni biraz daha yaş çox olduqda və hələ də çəhrayı rəngi seçənlər varsa, sevənlər varsa o yaşda artıq onu gizlində öz üzərinə daşımağı daha yaxşıdır. Amma mütləq də yaşı böyüyüb deyə o sevdiyi rəngi tərk etmək olmaz. O gizlin sevməyə davam etmək lazımdır həmin rəngi. Çünki nəyi sevirsinizsə onu davam etdirməlisiniz. Aha, bizim bir dəqiqədən az vaxtımız qalıb. Yenə davam edə yarımçıq qalacaq. Ondan sonra bir kosmetika markası yalnız krem və parfümeri satmır, özünə inam hissini satır. Yəni ki, insan makyajlı olduqda tam dəyişir, yəni daha belə necə deyim, üzü dəyişir, üzündə bir parlaqlıq hissi yaranır. Yəni ki, özü daha özgüvənli kimi olur, özünə inamı olur. Düzdür, o necə deyim, bütün xanımlar makyajsız gözəldir, makyajsız da gözəldir. Yəni sırf makyajla özünə özgüvən yaranmamalıdır insanda, xanımlarda, insanda deyəndə xanımlarda. Amma yenə makyaj hissi ilə özgüvən yaranan xanımlarda